Salam. Deməli, məsələ belədir. Toyuğun yumurtalığının çoxalma zonasına daxil olan böyük ya kiçiyə, böyük və kiçik bir genotipli 6 ilkin hüceyrə 3 dəfə bölünmüşdür. Gəlin yazaq. 6 ilkin hüceyrə 3 dəfə bölünmüşdür. Deməli, 2 vuraraqdan başlayırıq. 12, 24 və 48 hüceyrə əmələ gəlmişdir. Deyir, 3 dəfə bölünmüşdür. Əmələ gələn hüceyrələrin, yəni bu 48 hüceyrənin 4-dən 3 hissəsi, 4-də 3 hissəsi yetişmə zonasına daxil olmuşdur. Bunun 4-dən 3 hissəsi 12 bərabərdir 36-sı deməli yetişmə zonasına daxil olmuşdur. 36 hüceyrə yetişmə zonasına daxil olubsa, bilirsiniz ki, bunun 36-sı daxil olsa, 36-sı da qametdir. Bundan 3 dəfə çox. 3 dəfə çox. Yəni 36 vuraq 3. Nə qədər edir? 108 dənə də bizim nə qədər yönəldici cisimciyimiz var. Deməli, 36 hüceyrə daxil olmuşsa, bunun avtomatik 36-sı qametdir. Ondan 3 dəfə çox. 108-i yönəldici cisimcikdir. Deməli, burada cəmi nə qədər hüceyrə var? Deməli, 108 yönəlici cisimcik, 36 da deməli, qamet, 144 hüceyrə var deməkdir. 144 hüceyrə var deməkdir. Bizə genotipi böyük A, kiçik A, böyük B, kiçik B formasına veribdir. Bildiyimiz kimi bu 4 tipdə qamet verir. Böyük ya, böyük B, böyük ya, kiçik B, kiçik ya, böyük B, kiçik ya, kiçik B genotipli qamet verir. Deməli, əmələ gələn bu 144 hüceyrə 4 bərabər hissəyə bölünməlidir. 1, 1, 1, 1 nisbətində hüceyrələrə bərabər bölünür. Yəni 4 bərabər hüceyrə əmələ gətirir. Yəni 144-ü biz 4-ə bölsək, 12, 24, 6. Deməli, 144 hüceyrədən 36-sı böyük A, B genotipli, 36-sı böyük A, kiçik B, 36-sı kiçik A, böyük B, 36-sı da kiçik A, kiçik B genotiplidir. 4 bərabər hüceyrəyə böldük. 1, 1, 1, 1 istiqamətində baxın buna görə. İndi bizə deyir ki, məsələn şərtinə qayıdırıq. Deyir ki, sonda yaranan böyük A, kiçik B genotipli, böyük A, kiçik B genotipli qametlərin sayı digərlərinin hər birinin sayından 4 vahid çox olarsa. 4 vahid çox olarsa. Deməli, burada böyük A, kiçik B genotipli qamet 12 ədəddir. Digərləri 8, 8, 8. Yəni, burada da yenə 1, 1, 1, 1 nisbətini gözləməliyik. Deməli, 8-i böyük A, böyük B, kiçik A, böyük B, kiçik A, kiçik B genotipində olan qametlərdir. Bunlar qametlərdir. Qamet. Çünki deyir ki, əmələ gələn böyük A, kiçik B genotipli qamet digərlərinin hər birindən 4 vahid çoxdur. Demək, bu 12-dir. 12 də 8-dən 4 vahid çoxdur. İndi bizdən nə soruşur? Sonda deyir ki, böyük A, kiçik B genotipli yönəldici cisimciklər ilə böyük A, kiçik B genotipli yönəldici cisimciklərlə kiçik A, kiçik B genotipli yönəldici cisimciklər, kiçik A, kiçik B genotipli yönəldici cisimciklərin say cəmini soruşur bizdən. Onda əgər biz baxırıq, böyük A, kiçik B genotipli hüceyrəmizin sayı nə qədərdir? 36 ədəd idi. Düzdürmü? Bizim cəmi bu prosesdə 144 hüceyrədən 36-sı böyük A, kiçik B genotipli idi. Onda böyük A, kiçik B genotipli 36 hüceyrədən neçəsi qametin payına düşübdür? 12-si. Yəni 36 böyük A, kiçik B genotipli qametdən, hüceyrədən 12-si qametin payına düşür.
Çıxaq 12-sini, qalacaq nə qədər? 24 dənə də yönəlici cisimciyin payına düşəcək. Düzdürmü? Yəni 36 böyük kiçik B genotipli qametdən, hüceyrədən 12-si qametdirsə, yerdə qalan 24-ü yönəlici cisimciyin payına düşəcək. İndi keçək kiçik A, kiçik B genotipli yönəlici cisimcikləri necə tapacağıq? Bizdə kiçik A, kiçik B genotipli yönəlici cisimciklərin hüceyrələrimizin sayı 36 ədəddir. Kiçik A, kiçik B genotipli hüceyrələrimizin sayı 36 ədəddir. Bu 36 ədəd kiçik A, kiçik B-dən neçəsi qametin payına düşübdür? 8-i. Çıxaq 8-ini, nə qədər qalacaq? 28 dənə yönəlici cisimciyin payına düşəcək. Yəni 36 kiçik A, kiçik B-dən 8-i qametdirsə, 28-i də yönəlici cisimcikdir demək ki. Onda cəmi nə qədər eləyəcək? 52 yönəlici cisimcik cəmi böyük A, kiçik B və kiçik A, kiçik B genotipini daşıyır.